Mən bu tarixi danışanda boğazım düyünlənir. Çünki bu tarix kitabda yazılan deyil. Bu tarix ürəyimdə sızlayan yaradır. 20 yanvar. Sən bir gecə deyildin. Sən illərlə yığılan qəzəbin, ağrının, alçaldılmanın partlayışıydın. O gecə biz düşmənlə üz-üzə deyildik. Biz öz haqqımızı istəyirdik və cavab olaraq tank göndərdilər. Silahsız insanlara, qaranlıq küçələrə, evlərinə çörək aparanlara, oğlunu gözləyən onlara. Mən düşünürəm, bir anın necə dözər, övladının qanına bulaşmış yola baxmağa, necə yaşayar, bir gecənin içində bütün ömrü dağılmışkən, o gecə güllələr yalnız insanları vurmadı, o güllələr mərhəməti öldürdü. Mən nifrət edirəm, bəli, deyirəm bunu. Çünki dinc insanı güllələyənə başqa ad tapılmır. Amma mən yalnız nifrət etmirəm, mən ağlayıram. Çünki 131 nəfər sadəcə rəqəm deyil. Onlar yarımçıq qalan həyatdır, atasız qalan uşaqdır, oğlunu yolunu gözləyən ana saçıdır. Və ən ağrılısı bilirsən nədir? Onlar ölərkən belə geri çəkilmədilər. Çünki o gecə Azərbaycan diz çökmədi. Cənazələri qorxu ilə yox, qürurla daşıdıq. Göz yaşı ilə, amma sınmadan. Mən bu günü yad edəndə sadəcə kədərlənmirəm. Mən and içirəm. Unutmayacağıma, susmayacağıma, bu tarixi unutturmayacağıma. 20 yanvar. Sən ağrısan, sən qəzəbsən. Sən mənim susmağa haqqım olmayan tariximsən. Ruhunuz qarşısında baş əymirəm, diz çökürəm. Unutmadıq, unutturmarıq. Allah hər birinizə rəhmət eləsin. Tezi gece bırakmayak. Bəs nə qədər vətən həsrəti, nə qədər uzaqdır ya. Daha nə qədər qarışmayın siz, bə nə qədər uzaqdır yan. Gərəksə gücdə ordu, bax varımdır, uzatmayak.